Təşkilatı dəstək Gold Imperial Əyləncə Mərkəzi. Əziz məktəblilər, NT mağazasından Almaniya, Avstraliya, İspaniya və Türkiyə istehsalı olan 1001 çeşid məktəb ləvazimatlarını və çantalarını əldə edə bilərsiniz. Ən yaxşı məhsullar bizdə. Mallarımızın keyfiyyətinə təminat veririk. Təşkilatı dəstək NT mağazası. Salam, xoş gördük sizi dostlar. Hər həftə olduğu kimi bu həftənin bazar günü də yeni ekranlarınızın qonağıyıq. Əminəm ki, bugünkü verilişimizdə çox maraqlı olacaq. Əlbəttə ki, bir-birindən maraqlı oyunlar, məntiqli suallar, finala kim qalacaq, heç mən özüm də onu bilmirəm. Finalda qalan oyunçumuzu isə əla hədiyyə gözləyir. Mən oyuna keçməzdən öncə bizim üçün bu gözəl şəraiti yaradan Gold Imperial Əyləncə Mərkəzinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Və əlbəttə ki, hədiyyələr üçünsə NT hədiyyə mağazasına öz təşəkkürümü bildirirəm. Hə dostlar, artıq vaxtı gedək dostlarla tanış olaq. Hə dostlar, xoş gəlmişsiniz. Beləliklə dostlarımızı sizlə tanış eləyirəm. Burada eləşən dostumuz İsmət Qaybov adlı bir saylı tam orta məktəbin şagirdi Əliyeva Güneldir. Günelin sevdiyi cizgi filmi Tıq-Tıq xanımdır. Yeməklərdənsə dolmanı daha çox sevir. Boş vaxtlarında dostumuz kompüter oynayır, dərs oxuyur, velosiped sürür. Çox gözəl piano çalır və onun arzusu böyüyəndə musiqi müəlliməsi olmaqdır. Nə deyirik Günel? Arzusuna çatsın. Və digər dostumuz isə Seyidova Şəhanədir. Şəhanə boş vaxtlarında özünün dili ilə desək, rolik sürür, televizora baxır, oyunlar oynayır. Şəhanə ən çox düşbərək yeməyi xoşlayır. O qarşısına məqsəd qoyub ki, böyüyəndə uşaq həkimi olsun. Nə deyə bilərik? Şəhanə də arzusuna çatsın. Və yaxınlaşıram digər iştirakçımıza. Bu dostumuz isə Nağıyeva Nərgizdir. Onun ən çox sevərək izlədiyi cizgi filmi Şirinlərdir. Öz aramızda Nərgiz də çox şirin qıza oxşuyur və yeməklərdənsə mantını çox xoşlayır. Nərgizin çox maraqlı məşğuliyyəti var. O saatlarla güzgünün qabağında durur, oynamağı xoşlayır, bəzənib düzənməyi sevir. Çox maraqlıdır. Nərgiz üstəlik piano da çalmağı bacarır. Böyüyəndə isə hüquqşünas olmaq istəyir. Nə deyə bilərik? Biz də dostumuza uğurlar arzulayırıq. Burada eləşən dostumuz isə Qasımzadə Ömərdir. Ömərin ən sevdiyi cizgi filmi Tom və Jerry'dir. Sevdiyi xörək isə kabab və dolmadır. Ağzının dadını yaxşı bilir. Ömər boş vaxtlarında xarici dil öyrənməyə üstünlük verir. Böyüyəndə isə polis olmaq arzusundadır. Ömər həm də karate ilə məşğul olur. Sumqayıt yarışlarında Respublika üzrə ikinci yerə layiq görülür. Bununla yanaşı Ömər bir çox yarışlarda da iştirak edərək bir sıra medallar və mükafatlar qazanıb. Dostum, bundan sonraki həyatında sənə uğurlar və nailiyyətlər arzulayıram. İndi isə keçid alıram digər iştirakçılarımıza. Burada evləşən dostumuz isə Cəfərova Elzadır. Elza yeməklərdən kələm dolmasını çox sevir. Onun ən sevdiyi cizgi filmi Fix 2'dir. Sevimli nağıl qəhrəmanı isə Simkadır. Dostlar, bilirsiniz, Elza judo idman növü ilə məşğul olur. Ən maraqlısı isə odur ki, dostumuz böyüyəndə polis olmaq istəyir. Niyə məhz polis? Bunu biz bunun özündən soruşduq, xəbər aldıq. Elza deyir ki, əvvəllər həkim olmaq istəyirdim. Amma indi judo ilə məşğul olduğuma görə qərara gəldim ki, polis olum. Nə deyirik ki, arzusuna çatsın. Və qalır bir iştirakçımız. Bu qızın adı isə Məmmədli Şüküfədir. Şüküfə yeməklərdən tütünü çox sevir. Ən sevimli cizgi film isə Basat və Təpəgözdür. Şüküfənin də arzusu var. O böyüyəndə uşaq həkim olmaq istəyir. Belə, dostlarımızla yaxından tanış olduq, onlara uğurlar arzulayırıq və keçid alırıq oyunumuza. Artıq dostlarımızla yaxından tanış olduq. Oyuna keçməzdən öncə mən istəyərdim ki, oyunumuzun qaydaları ilə dostlarımızı yaxından tanış edin. Dostlar, sualı verirəm, diqqətlə qulaq asırsınız. Suala tez, düzgün cavab verən dostumuz bizdən bir xal qazanmış olur. Aydındır? Hazırsınız? Beləliklə, birinci turun birinci sualı səslənir. 1 saat 40 dəqiqə neçə dəqiqə edir?
A bəndi 140, B bəndi 100, C bəndi 60. Belə, birinci sualımızın artıq cavabları gəldi. Yalnız Elza və Şəhanə düzgün cavab verdi. Digərləri isə Elza və Şəhanə bizdən bir xal qazandı. Dostlar, dedim axı, diqqətli olaq, sualı eşidək, sonra düzgün cavab yazaq. İkinci sualımız səslənir. Ayselin bir neçə kuklası var. Ad günündə Ayselə onda olduğu qədər kukla bağışladılar. Artıq Ayselin 14 kuklası oldu. İndi tapın görək, qohumları Ayselə neçə kukla bağışlamışdı? A bəndi 12, B bəndi 3, C bəndi 7. Deyəsən dostlarımız tənqiddən nəticə çıxardı. Hamısı düzgün cavab verdi. Əlbəttə ki, afərin deyirəm və üçüncü sualımız səslənir. Kosmik məkanı ilk dəfə fəth edən kim olub? A bəndi Sergey Avdeyev, B bəndi Yuri Gagarin, C bəndi Valeri Polyakov. Dostlarımız bu suala da düzgün cavab tapdılar. Onu da nəzərinizə çatdırım ki, birinci turun artıq dördüncü sualı səslənir. Biraz da diqqətli olaq. Son sualımızda kimin xalı az olsa oyunumuzu tərk edəcək. Hazırsınızmı dostlar? Sualı səsləndirirəm. Bunlardan hansı peşə deyil? A bəndi müəllim, B bəndi vətəndaş, C bəndi bağban. Belə, Şüküfə və Elza düzgün cavab vermədilər. Dostlar, yenə nəzərinizə çatdırıram. Birinci turun sonuncu sualı səslənir. İndi kimsə bizi tərk eləyəcək. Diqqətli olun və axırıncı sualı səsləndirirəm. Tibbdə yılanın nəyindən geniş istifadə olunur? A bəndi dişindən, B bəndi zəhərindən, C bəndi dərisindən. Belə, dostlarımızın xallarına nəzər saldı. Şəhanənin 5 xalı var. Hələ ki Şəhanə üstünlük əldə edir. Günel, Nərgiz, Ömər və Elzanın 4 xalı var. Şüküfənin isə 3 xalı var. Çox təəssüf Şüküfə, səninlə sağollaşmalı oluruq. Sağ ol oyunumuzda iştirak etdiyinə görə. Hər turda oyunumuzu kimsə tərk eləməlidir. Amma neynəmək olar? Çox üzülürəm, oyunun qaydası budur. Keçid alırıq ikinci tura. İkinci turun birinci sualını səsləndirirəm. Fikriniz, diqqətiniz məndə olsun. Düzgün cavab verin. Tək əldən səs çıxmaz atalar sözünün mövzusunu müəyyən edin. A bəndi zəhmətkeşlik, B bəndi xeyirxahlıq, C bəndi birlik. Yalnız və yalnız Elza suala düzgün cavab vermədi. Hazırsınız dostlar? Diqqətli olmaq lazımdır. Elza sualı səsləndirirəm, qulaq as, sonra cavab ver. İkinci sualımız belədir. Hansı sözdəki qoşa samit yazıldığı kimi tələffüz olunmur? A bəndi xarrat, B bəndi fəvvarə, C bəndi rəqqas. Görək kim düz cavab verəcək? Ömər və Elzadan başqa digər dostlarımız bizdən bir xal qazandılar. Təbrik edirəm sizi. Belə, oyunumuza davam edirik. Əziz dostlar, dönə-dönə deyirəm, diqqətli olmaq lazımdır. Və sualımız yenə də atalar sözləri ilə bağlıdır.
Dəmiri isti-isti döyərlər atalar sözü nəyi ifadə edir? A bəndi işi vaxtında görməyi, B bəndi suala düzgün cavab verməyi, C bəndi borcunu vaxtında qaytarmağı. Görək kim düz cavab verəcək? Səsləndirdiyimiz suala dostlarımızın hamısı düzgün cavab verdi. Yenə də təbrik edirəm deyəsən Elza yenə də tənqiddən nəticə çıxartdı. Və ikinci turumuzun 4-cü sualı səslənir. Amma diqqətli olmaq lazımdır. Çünki verəcəyim sual məntiqi sualdır. Zahidin 7, Vüqarın 9, Arzunun isə 8 rəngli karandaşı var. Uşaqlar rəsm çəkmək üçün karandaşlarını birləşdirib, sonra onları tən yarıya bölürlər. İndi siz deyin görək, həriyə neçə karandaş düşür? A bəndi 5, B bəndi 7, C bəndi 8. Artıq fikirləşməyin vaxtıdır. Sualları dedik, cavabları aldıq. Yalnız 2 nəfər düzgün cavab vermədilər. Dostlar, ikinci turun sonuncu sualı səslənir. Diqqətli olun, kim gedəcək? Heç mən özüm də bilmirəm. Gəlir sualımız. Parkda 9 skamya var. Bu skamyaları yeniləri ilə əvəz elədilər. Parkda neçə skamya oldu? A bəndi 14, B bəndi 18, C bəndi 9. İndi isə dostlarımızın xallarına nəzər salaq. Görək, kim oyunumuzu tərk eləyəcəkdir? Belə, dostlarımızın xallarına nəzər saldıq. Sizin üçün maraqlıdırmı? Elə mənim üçün də maraqlıdır. Səsləndirirəm. Günel və Şahanənin və Ömərin 8 xalı var. İrəlidə bilirsinizmi kimdir? Nərgiz. Nərgizin 9 xalı var. Oyunumuzu isə Elza tərk eləyəcək. Çünki Elzanın cəmi 7 xalı var. Çox təəssüf, amma yenə də səni təbrik edirik ki, oyunumuzun ikinci turuna kimi gəldin çıxdın. Sağ ol, təşəkkürlər. Sənə yaxşı yol. Günel, Şəhanə və Ömərin 8 xalı var. Xallarınız bərabər olduğu üçün sizinlə maraqlı bir yarış keçirəcəyik. Hazırsınız yarışa? Bu yarışda hər kəs öz adını tapmalıdır. Kim adını tez taparsa, o yarışımızda qalır. Geç tapan dostumuz isə oyunumuzu tərk eləyəcək. Neyniyək? Oyunun qaydası belədir. Belə dostlar, artıq oyunumuza başlamaq ərəfəsindəyik. Həyəcanlısınız? Bəli. Bəli. Sizcə qalib kim olacaqdır? Məncə özüm. Bəs siz? Özüm. Mənim üçün də çox maraqlıdır qalib kim olacaq. Amma bir daha oyunumuzun şərtlərini nəzərinizə çatdırın. Orada gördüyünüz o balaca turpların içərisində hər birinizin adı yazılı, kağızı qoymuşuq. Kim qoyub onu bilmirəm. Hər halda sonra bilərik kağızı kim ora qoyubdur. Hər kəs öz adını tapmalıdır. Adını kim tez tapırsa, cəld bizə yaxınlaşsın. Oldu mu dostlar? Vaxtımız getdi. Buyurun. Görəsən, kim olacaq qalib? Gəlin bir yerdə izləyək. Çox həyəcan keçirirəm. Görəsən, kim adını birinci tapacaqdır? Gəl bura. Adını düzmü tapdın?
Görə indi Şəhanənin rəqibi kim olacaqdı? Çox həyəcanlandın. Bəli. Təbii ki, bu bir oyundur. Axtarın, axtarın, axtaran tapar. Şəhanə, dostlarımız öz adlarını tapana kimi. Səncə, sənin fikrincə, ümumiyyətcə, bugünkü oyunumuzun qalibi kim olacaq? Hədiyyələr kimə çatacaq? Elə Əzmət. Baxarıq. Günel də adını tapdı. Çox təəssüf eləyirəm ki, Ömər öz adını gec tapdığına görə oyunumuzu tərk eləyəcək. Yaxın gəl Ömər. Biz sənə yenə də təşəkkürümüzü bildiririk ki, 3-cü tura qədər gəlib çatdın. Sonda sözün varmı? Xeyr. Oyunun qaydası budur. Nə eləyə bilərik? Keçid alırıq digər oyunumuza. Belə, artıq gəldik 4-cü tura çatdıq. Bu turda kimin qalib olacağını Nərgiz özü seçəcəkdir. Nərgiz, sənin xalın üstün olduğundan, xalın çox olduğundan bugünkü oyunu sən idarə edəcəksən. Özünə rəqib kimi seçirsən? Güneli. Güneli. Əminsənmi? Bəli. Səncə qalib kim olacaq? Sən yoxsa Günel? Mən. Baxarıq, oyunumuz başlasın. Oyunumuz artıq başa çatdı. Çox təəssüf, Günel oyunumuzu tərk eləyir. Ona görə ki, Günelin 1, Nərgizin isə 9 xalı var. Biz sənə çox sağ ol deyirik. Təşəkkürlər deyirik ki, gəldi, bizimlə bir yerdə oldun, bizimlə bərabər iştirak elədin. Sağ ol Günel, görüşənə dək. Hə Nərgiz, səni isə yuxarıda daha maraqlı bir oyun gözləyir. Getdik. Hə dostlar, artıq gəldik, finala çatdıq. Hər ikinizi finala qaldığınıza görə təbrik edirəm və sizə uğurlar arzulayıram. Heç bowling oynamısınızmı? Bəli. Deməli, oyunun qaydalarını da bilirsiniz. Bəli. Bu oyunda kim udacaq, kim udacaq, mən onu deyə bilmərəm. Təbii ki, bu sizin özünüzdən asılıdır. Onu da nəzərinizə çatdırım ki, ikinizdən biriniz oyunumuzu tərk edəcəksiniz və qalan iştirakçımızsa NT hədiyyələri mağazasından super hədiyyə qazanacaq. Hədiyyə uğrunda yarışa irəli! Kimin qalib gələcəyi yenə də məlum deyil. Yuxarıda görüşərik. Hə dostlar, Şəhanə, Nərgiz. Artıq gəldik, finala çatdıq. Finalda yenə də deyirəm, qalibin kim olacağı o sizin özünüzdən asılıdır. Necə deyərlər, oyun çaparsan. Başlayaq oyunumuza. Görürsünüzmü? Orada adlarınız var. Şəhanə, Nərgiz. Kimin nə qədər xal toplayacağı, xal qazanacağı bu monitorlarda yazılacaqdır. Başlayaq Şəhanə, ilk öncə səndən.
Uğurlar arzulayıram hər ikinizə. Həyəcanı atırıq bir kənara. Başladıq. Artıq gəldik, oyunumuzun sonuna çatdıq. Şəhanənin 92, Nərgizin 56 xalı var. Deməli, bu oyunu kim tərk edir? Nərgiz. Sona qalan finalçımız isə Şəhanədir. Şəhanə, biz səni təbrik edirik. Sənə yenə uğurlar arzuluyoruz və NT Hədiyyələr mağazasından bugünkü hədiyyəmizi sən qazanırsan. Bir daha təbrik edirik və mən sonda Nərgizə öz təşəkkürümü bildirirəm. Çox sağ ol, təşəkkür edirik. İnanırsan, oyunun sonuna gəldin, çatdın. Bunun özü də böyük bir şeydir, ha? Üzülməyinə dəyməz. Əsas tutmaq da öyle. Əsas gəldim bura, qəbul edildin odur. Çox sağ ol, görürsənmi? Dostun sənə dəstək olur. Hər ikinizə uğurlar arzulayıram. Dostlarımıza sağ ol deyək. Görüşənə dək. Hə dostlar, bugünlük bu qədər. Mən sizinlə sağollaşıram. Yerimi isə Sənan rəqs qrupuna verirəm. Hələlik, görüşənə dək. You broke my will, but what a thrill. Goodness gracious, great balls of fire. I let you love what I thought it was funny. You came along and woo, now honey, I've changed my mind. This love is fine. Goodness gracious, great balls of fire. Kisses, baby, feels good. Hold me, baby. Well, love you like I love you should. You're fine, so kind. Got to tell this world that you're mine, 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 mine. I chew my nails and I twitch on my thumb. I'm real nervous, but it sure is fun. Come on, baby, it drives me crazy. Goodness gracious, great balls of fire.
Bara bara bara